Bayram ərəfəsi davam edir. Əziz dostlar, bir daha hamınızı təbrik edirəm. Bayramınız mübarək. Bugün də kartof qızartması və kotlet. Kartofu da hər kəs doğru düzgün qızarda bilmir. Onu söyleyeyim. Kənardan yüngül, asan görsənir. Amma yox. Düzgün və dağılmamaq şərti ilə kartofu da hər bir kəs qızarda bilmir. Şükürlər olsun, onu bacarırıq. Turşularımız həmişəki kimi artıq demək olar ki, sezon olaraq turşuların vaxtı gedir. Qalıqlardır bunlar, belə deyim. Və burada belə çox maraqlı, egzotik bir turşu var. Bilmirəm, kim biləcək bu nədir. Yaxından görsədim, bilmirəm biləcəksiniz yoxsa kənardan bağırsağa oxşuyur. Bu lobiyadır. Onun turşusu mənim çox sevdiyim bir dostum var. Elə buradan yeri gəlmişkən salamlayıram sizi. Adını çəkməyəcəm. Məxfidir. Anonimdir. Elə bu turşunu da mənə həmin o dostum göndərib, pay veribdir. Böyük təşəkkür. Bu da gördünüz və bildiyiniz kimi təzə xiyar, göyərti və pomidor. Bəzi bölgələr var ki, pomador deyirlər. Hər bir ləhcəsi var, normal bir haldır. Keçid alırıq kartofun dadına baxmağa. Duz biraz azdır. Əlavə eləmək olar. Amma az duzun ziyanı yoxdur. Yetər ki, aşırı çox olmasın. Çünki bilirsiniz, çoxu azaltmaq olmaz. Biraz da qara istiyot. Kartofun yanında qırmızı turşu pomidor da yaxşı gedir. Amma nəsə canım istəmədi. Zaten təzə pomidor var. Kotlet də toyuq kotletidir. Mən adətən kotleti biraz qalın qızardıram. Bu dəfə özüm nazik qızartdım və adətən mən kotlet pişirəndə asıl deyil, filedən və yaxud mal ətindən hazırlayanda quyruq da qatıram. Quyruq qatdığımızda lülə kebab kimi dadır. Bu dəfə bunu qatmadım. Sırf toyuq filesidir. Baş soğandır, yumurta, duz, istiyot və göyərtilər. Və göyərtilər çox dadlı və maraqlı olur bu da. Tətil günləridir. İstirahət günləri davam edir. Bilirsiniz ki, dövlət səviyyəsində hal-hazırda ümumiyyətlə heç bir yer işləmir. Amma təbii ki, özəl sektorlar işləyir və hal-hazırda da çalışanlar var. İşləyənlərə də uğurlu iş günləri arzu edirəm. Yorulmayasınız. Ruzunuz daim bol olsun. Səliqəli yemək yeməyi hər kəs bacarmır. Görürəm də bəzi paylaşımlardan. Da dilimə gətirmək istəmirəm nə cür yeyirlər. Nuş olsun, amma biraz bu ictimai səliqə mədəniyyəti deyilən bir anlayış var. Bunlara nəzər və diqqət yetirsələr daha gözəl olur. Bu qədər əziz dostlar. Mənimlə hal-hazırda yemək yeyənlərə hamınıza nuş olsun.